Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Uzun illərdən bəri nəsildən nəsil ötürülən və qayğı ilə yetişdirilən Azər çay, doğma çay. Bugün biz artık maşın qabağına ikinci dəfə keçirik. Bir dəfə çəkmişdik sadəcə Orxan. Səsi yazmamışdı. Deməli belə, axşamınız xeyir olsun. Dubl 2 və biz bugün yenə də mənim çox sevdiyim bir ölkənin avtomobilindən danışacağıq. Bu Amerika istehsalı olan Ford Explorer'dır. Bəli, həqiqətən də çox belə deyək də dəyişilmiş və avropalaşdırılmış bir modeldir bu artıq. Yəni bundan əvvəlki model daha çox hündür, daha çox yolsuzluq avtomobili idi və bir növ fermer avtomobilinə oxşayırdı. Bu artıq avropalaşdırılmış Ford Explorer'dir və bu avtomobilin içində olan ən maraqlı şeylər belə deyək, salonda yerləşir. Salonun içərisində yerləşir, amma dizayn olaraq da çox brutal, əzələli və gözəl görünüşü var. Artıq buna yolsuzluq yox, belə crossover demək olar. Yekə, iri həcmli avtomobildir və... Amma clearance aşağıda gətirirənsənsə, yəni bəlkə də bu yubqanı götürəndə clearance daha böyüyür, amma bu yubqa biraz səkilərə falana sürtünə bilər. Duman ışıqları var, paktronik var. Yəni sürtünsə də sınanmıyor. Bəli, bu yeri gəlmişkən önündən maşını qoşmaq üçün. Qoşqu üçündür. Dizayn olaraq Range Rover. Range Rover oxşuyur. Hə, dizayn olaraq Range Rover oxşuyur. Deməli, 2 ton çəkisi var. Təxmin 2 ton çəkisi var, amma sürəndə biləcəyik ki, bu 2 ton çəkini necə idarə etmək olur? Qazeldən ağır. Hə. Qazeldən ağır. Qazeldən ağır. 7 nəfərdir. Amma bu qazel görünür. Bu avtomobilin nəyi var, nəyi yoxdur, bu barədə bizə daha ətraflı məlumatı şəxsən ilk dəfə görəm, ona görə ətraflı məlumatım yoxdur. Bundan qabaqki Explorer mən sürmüşəm də. Mən yox. Ona görə də biz avtomobilin sahibini dəvət edəcəyik buraya, İlqar müəllim, və o bizə danışacaq bu avtomobilin nəyi var, nəyi yoxdur. Salam İlqar müəllim. Dubl 2 salamlaşma. Bəli. Hardan almışsınız, neçinci ildə almışsınız və nə qədər sürmüşsünüz? Nəyi dəyişmişsiniz? Avtomobili mən bu rəsmi dillərdən almışam. Oradan rəsmi dillerindən. 23 min kilometr sürmüşəm. 2014-cü ilin may ayında almışam. May ayında. Yəni 2014 istehsalı Ford'dur da bu, hə? 23 min sürülüb, bəli. Yəqin ki, yağdan başqa da heç nə dəyişmir. Yağ dəyişməsi neçədir? Təxmini 65-70 manat. 65-70. Yəni Şkoda'dan, o Palece Şkoda var deyə biz sürmüşdük bu boyda. Onun motoruna 2 litr yağ girdi. O baha idi. Onu 70 manat. Volkswagen seçə Passat keçən həftə test elədiyimizdə güzəşli qiymətdən 94 manat. 94 manat. Amma burada neçə mindən bir dəyişir kilometr yağı? Yağı 8 mindən bir. 8 mindən bir yağ dəyişir. 2014-cü ilin istehsalıdır və bunun belə deyək. 7 nəfəri idi, hə? Bəli. 7 nəfəri. 7 nəfəri idi və biz bunun kapotun altına baxıb sonra keçək arxasına. Hə, kapotuna baxmaq lazımdır və məni ən çox cəlb edən
şeylərdən biri bax bu açar sisteminin olmasıdır, açarsız daxil olma. Məndə Captiva'da Əlibaba sistemi idi, o qabaqda idi. Burada yığırdın şüşənin üstündə. Sonradan qoyulma idi. O sonradan qoyulma idi Captiva'da. Həmin 2012-in Captiva'sında start stop yox idi. Sonradan qoyulmadı. Burada isə açarsız daxil olmaq üçündür. Bir şeyi də qeyd edeyim ki, avtomobilin açarsız daxil olması kodları var. Məsələn, elə bir kod bilmirəm, bunda var yoxsa yox. Captiva'da belə idi. O kodu yığırdın, müəyyən vaxtdan bir öz-özünə işə düşüb maşını qızdırırdı. Yəni bunda belə bir şey yoxdur. Yox, bunda elə şey yoxdur, amma uzaqdan var. Məsafədən kodlanması var. Səndəki kimi. Yox, bunda ürəyin istəyirsə kondisioner işə düşməsin. Bunun üstünlükləri nədir? Deməli, mən indi qış ayında hazırda uzaqdan kodlayıram. O rulu qızdırır, sidenini qızdırır və istəsəz 5 dəqiqədən başlayaraq üzü yuxarı istənilən qədər maşın işləyə bilər. Mən 5 dəqiqəyə qoymuşam, yəni 5 dəqiqə işləyir. Onda qapının blokları açılmır ki. Xeyr, açılmır. Amma Captiva'da belə idi ki, orada qeyd kitabçasında yazırdı ki, maşın işə düşsə, qapıların blokunun açılmasına cavabdehdir. Yəni açıldı, oturdu ki, sürdü. Hətta açılandan sonra belə oturursan, onun tormuzu basıb start düyməsini basmasın, maşını işə sala bilməyəcəksən. Yəni maşın sürə bilməyəcəksən. Mənim avtomobilimdə belədir ki, əgər sən onun içinə əyləşdin, sürdünsə, açarı vurmamış, yəni kodlu vəziyyəti sürdünsə, 30 saniyədən sonra sönür. Elə yolda da qalırsan. Bunu vəbşə sürmək olur. Deməli, bunun rəqibləri Kia Mojave, Chevrolet Traverse, ML deyəsən, Mercedes ML deyəsən. Mercedes ML də saymaq BMW X5, Prado'nu saymaq Prado. Mercedes ML-dənsə mən fikirləşirəm ki, GL daha uyğun gəlir mənə. Çünki ML 5 balacadır. GL gəlir. Biraz razmerlərinə görə həm daha uyğun. Amma ki, GL-in qiyməti ilə bunun qiymətini də müqayisə olunmaz. GL baha olar. Əlbəttə ki. GL baha olar. 100 mindən də bahadır. 35.500 reklamda görmüşəm. Bu full variantıdır, bu 44.900-ə deyək. GL hardasa bir 150.000, 200.000 maşın. 150.000, amma bax, bu dəmir biraz minusa gedir, çünki hidravlikan olsa daha yaxşı olur. Həqiqətən də mən bu avtomobil istehsalçılarına belə bir müraciət ki, yəni bu bagajını belə eləyirsən, knopka açılırsa, bu niyə eləmək olmaz ki, bunda belə knopkanı basan kimi özü açılsın? Yəni bəlkə bunun nəsə bir müəyyən bir sirri var, biz bilmirik. Aralarında razılaşın. Bu səs izolyasiyası qalın, yəni kifayət qədər yüksək keyfiyyətdədir. 5W20 mühərrik yağı tökülür. 5W20 bu yağın həm özlüyüdür, həm də ki mənfi temperatur və maksimum temperaturda işləmə dərəcələrini göstərir. Motor Craft, bu yağ... Yəni onun standartıdır. Hə, standart. Standart, Motor Craft standartdır, Ford'un özü standartıdır. Əgər yağ alırsansa, onun üzərində Motor Craft olursa, Motor Craft standartına cavab verən mühərrik yağını tökməyə məsləhətdir. Gör nə yumşaqdır bu? Şey ki, plastikdir ha, yəni adətən bu plastik olur. Yəni belə deyim də, qubqa kimidir belə. Qubqa, amma yanmayan qubqadır, yəni alışmayan qubqadır. Rezin, yumşaq elastik. Rezin, hə. Kimsə sizə deyə bilər ki, məsələn, yağı, sintetik yağ istifadə edirsən, məsələn, 200 mindən gedəndən sonra onu yarım sintetik, 500 min olursa minerala keçmək lazımdır. Bu düzgün ifadə deyil, düzgün yanaşma deyil. Çünki bizim bir dostumuz var, Elçin müəllim, texniki məsləhətçidir. O demişkən, şir qocalanda ona kök vermirlər, o həmişə əti yiyəcək. Ona görə sintetik mühərrik yağı 5W20 buna gedir. Məndə 5W30-dur. Yeri gəlmişkən, hər şey öz yerindədir belə səliqə ilə. Və usta, məsəl üçün, işləyəndə əl çata biləcək, yəni əl sala biləcək yerlər də var. Yəni amma dəmir mühafizəsi yoxdur altda, hə? Mühərrikin dəmir mühafizəsi yoxdur. Deməli, bunların dəmir mühafizəsini İlqar müəllim gəlib xaricdə də axtarıb tapa bilmir. Yoxdur, bəlkə olmalıdır öyle, bilmirəm. Yox, olmamış olmaz. Yəni, bax, torpaq yolla sürürsən, daş, çıngıl, o altda şey eləmək. Burada kitab şəkilləri var, əgər birini görsən, biri buradadır, biri də buradadır. Yəni, avtomobilə hər hansı bir müdaxilə istəyirsənsə eləmək, onu mütləq kitabçasını oxumalısan ki, harasından başlayır. Yəni, instruksiyasını öyrənməmiş, harasa müdaxilə eləmək məsləhət deyil və burada da Azərbaycanlılar üçün də bir işarə qoydular ki, yəni propelleri fırladanda barmaq soxmaq olmaz. Əlivi aparar. Bəli, barmağımı aparar. Barmağımı aparar. Yəni, yeganə bir dənə bunu deyə bilərəm ki, bu mənim o qədər də xoşuma gəldi. Neçə mühərrikdir bu? 3540 santimetrdir. 3540 santimetr. 290 at gücü az deyil ha. Amma sport deyil. Yox, elə. Sən elə olsa onu şey eləyərsən. Bax belə.
sport rejimində isə Ford Explorer'ın sport versiyası da var. Yəni bu eyni şeydir amma içərisi sportdur. Mühərrik gücü harasa 310-320 at gücü. Yəni fərqli olur. Yani 60-60 yoktur. Hə, 60-60. Bu yük yeri pult vasitəsilə də açılır. Yəni məsafədə belə basırsa pultu açılır. Şimdi bir dəqiqə güzel məni basacaq və salam verək. Başı göstər. Başı göstər. Bax. Avtomobilin yük yeri çox böyükdür. Yəni burada rahat ki yatışmaq da olar belə. Yox, belə yatmazsan, amma belə təmiz arxaya qədər keçərək yatmağa mümkündür. Bu sonradan vurulur. Bunu hardan almısınız? Bu sonradan tikdirib. Hə, özünüz düzəltdirmisiniz. Bizim bir dostumuz var, tikir belə şeylər. Nə yaxşı dostsunuz? Dostumuz yəni tanıyırıq da ustadır. Deməli, bunu çıxarda bilərik və nümayiş etdirə bilərik ki, bunun oturacaqları çox maraqlı açılır. Yəni ki, bu müəyyən rejimlərdə çalışır. Bu düymələr var burada. Bu avtomobilin müasir olmasını göstərir. Normal rejimdə basırsa, getdi. Gördün, ağıllı maşındır və özü bir dənə də bassaq, bu da tutacaq. Yox. Onu ortaya qoysan. Ortaya qoysan. Bir də basırsa, aşağıdır. Aşağı, bunu eləyirsən belə. Aşağı yuxarı eləyəndə biri soldan, biri sağdan. Hə, yəni hansı oturacağı açmaq istəyirsən sən? Burada bunun, belə deyək də, bu patkalovniklə var. Başlığıdır. Lazım oturunu da qaldırmaq. Başlığı biraz sərtdir, sözün düzü də, yəni forma olaraq. Fikir versən, oturacaqlarda onlar enlidir, bu biraz dardır, amma biraz da bərkdir. Bərkdir. Amma dərindir. Stomatolog dostum var, onun kabinetindəki kreslonun şeyini oxşayır, patkalovnik. Deməli, bura dərindir, burada ehtiyat təkərdir. Amma ehtiyat təkər bunlarda dar olur da deyəsən, hə? Yox, təkər yox. Yox, təkər yox. Təkərin yerində... Sizə ehtiyac yoxdur da təkərə? Təkəri özüm götürmüşəm, ehtiyat təkəri var idi. Mən onun yerinə bir elektriklə işləyən bir nasos və yolda bir təkərə problem olsa da onunla müəyyən qədər məsafəni qət eləmək olur. Vurursan deşiyin tutur. Bildim. Təkər tam təkərdir, yoxsa... Bu üstündəki təkərdən deyil, nisbətən balaca. Nazidə balon. Balon təkərlər. Balaca da deyil, amma yəni cibə uyğundur da. Yəni müəyyən şeyə geçəcəm. Bir də mən orada oturum, baxaq görək. Qabağa əyə bilirsən siz edin. Amerikandır da o. Yəqin ki, qabağım. Bunu birinci belə eləyim. Bunu belə eləyim. Bunu belə. Ya Allah. Bismillah. Sonra gir. Şvayçara yaxşıdır. Yəni belə deyək, oturacağın dərisi eynidir. Bir dənə başlıq möhkəmdir. Bax burada bu biraz yumşaqdır, bərkdir. Hava vuranlar klassikdir. Klassik hava vuranlar, yəni Amerikanlar adətən bunu yuxarı vururlar. Lincoln da belədir. Yuxarı olmağın belə deyək də şeyi yoxdur ki, problem. Rayon avtobuslarında. Başdan vurma. Burada belə başım dəymir. Burada fikirlə çıxıntı var. Bilmirəm Orxan başı dəyər yoxsa yox. Azərbaycanın ən hündür operatorudur o. Amma bu yeri rahatdır. Tərifim 3 dəfə göndərərsən. Deməli ciblər var burada. Deməli stəkan qoyma yeri var. Fikir versən burada da. Bax burada da. Sağda da var. Sağda da var. Yox, rahatdır bura. Əməli başlı 3-cü cərgədir də və ən əsası da odur ki, Orxan. Bunun 3-cü cərgəsinə oturursansa da, yenə də yük yeri də qalır hələ bu. Yəni bura yük də qoymağa yer qalır hələ. Yəni çox normal. Gəl bir dənə bura, Orxan. Tek göstərim, bilməyənlər bilsin də. Bax, bunun indi belə deyək də başlığın aşağı salmaq. Onun üçündür. Onu dedim, ay Allah, bu nə üçündür bu? Sən bu başlığı eləmək üçündür. Öyrən də. O normal, yox. Sən bağlamaq istəsən. İkisini də bağlayacaq. Və indi prosesi görürsən də robotlaşdırılmış avtomobil. Kosmik gəmidir də qardaş. Mingil. İndi bunu da basalım. Bu belə etmək üçün. Bu rejim üçündür. Bu artıq onu qaytarır. Çox maraqlı. Qəşəngdir bu. Və şeydə var, GL-də var. Qabaqdakını da belə şey. Belə GL-də var. GL-də bilmirəm var yoxsa yox, amma onu bilirəm ki, GL bundan 3 dəfə bahadır. Traverse, Chevrolet Traverse hardasa 80 minə yaxın çıxır onun qiyməti. Onda belə deyil. Chevrolet Traverse o oturmamışım içində, yalan deyir. O da yaxşı. 100% deyə bilmərəm.
səhv etmirəmsə Lexus 5.7-lərdə var bu. Lexus da bunların rəqiblərindən Lexus biridir. 5.7 Amma aralarında rəqiblərin arasında ən ucuzu budur, amma ən zəngin komplektasiyaları olanlardan da biri Əslində, budur ya. bu boyda iri maşın üçün, əgər müqayisə eləsək, hətta belə deyək də, bunun Navorotlarının yarısı belə içində olmayan Prado bundan bahadır məncə. Belə baxanda yox. Daha çıxır da bu da. Prado ilə bu sıravnit olunmur. Ya, əlbəttə qiyməti bahadır. Qiyməti bahadır, amma ki, Prado'nun içində bunun içində olan yarısı yoxdur. Bax, burada yəni qəşəng düymə var. Belə baxırsan. Məsələn, sənin keçən dəfə dediyim İstədiyiniz yerdə saxlamaq istəyirsə, bir də basırsınız deyəndə. Keçən dəfə sənə demək, yükü əldən qoymamaqdan bunu bağlamaq. Yəni yükü götürdüm, bir də yerə qoymayın, batmasın deyə. Belə düyməni bassın və dönəcək. Arxa kamerası var və bu Ford Explorer'dır. Və bu isə FlexFull 4 çəkim və həm də ekoloji standartını göstərir. Yəni bu yaşıl ekoloji standart. Ekoloji standartdır. Bu isə onun 4 çəkimi göstərir. İndi oturaq ikinci sırada. Oturacaq, o oturacaq orta. O qabaqdakı oturacaq kimi var, görürsən. Dağlar Yer genişdir burada, sözün açığı. Sən məsəl üçün vermiş olmuşsan ki, adətən adi avtomobildə əyləşəndə, necə var elə də oturmalıdır. Amma bunu arxa belə söykənən yerində tənzimləmək olur. Özü də gedir, gəlir, bax fikir versən. Çox rahatdır. Fikir ver buna. Bax bu da dirsək altısı geniş, enli, yəni bir-birinizə mane olmursunuz. Uşaqlara verirsiniz arxaya. Deməli burada 110 voltluq. 110 voltluq rozetka, tok götürmək qidalandırıcı 12 voltluq. Burada kondisioner hər kəs özü üçün sərnişinə, başımızın üstünədir də. Özü üçün istədiyi temperaturu müəyyənləşdirə bilir. Və bundan əlavə burada da stəkan yeri var. Burada da. Yəni mən sənə bir şey deyim, bu əsl ailə maşınıdır ya. Yəni ailədə kimsə öz avtomobilini bu cür geniş ailəsi varsa 3 uşaqlı, məsələn körpələri arxaya vurursan öz oturacağında, biraz böyüklər qabaqda, stəkanlar, multimedia, televizorda kinoya baxa-baxa gelirsən bayram tədbirlərinə. Yuxarının salonu parçası çox keyfiyyətlidir, qaradır özü, qara işləmədir. Bu indi bağlıdır, sonra açacaq, panoramadır, lükdür, təmiz arxa lükdür. Bir dənə mənfi cəhəti var, minəndə də gördüm, bəyəm düşəndə də. Ayağı qoyanda... Ay, sağ ol, ayağı böyle. Gərək ayağı biraz qabağa atasan. Ayağı da patlaşqa qoyursun. Yox, indi cavan oğlan oplana bilərdir. Amma yaşlı adamlar bura deyəcək, bax, fikir ver, bax, bura deyəcək. Ona görə həmişə ayağı qabağa vurub düşmək. Bax, belə düşə bilərsən. Belə minə bilərsən. Amma biraz yaşlı adamlar çox qabağa atır. Mesela qadın xeylaqları yufka giyinəndə, ətəkli olanda çox qabağa verə bilməyəcək. Bulaşa bilər yufkaları. Bir dənə bax, bu bulaşmaya gətirib çıxara bilər. Arxa oturacaqların təhlükəsizlik kəmərləri var. Tam təhlükəsiz avtomobildir. Yəni hər bir airbagləri var. Samolyotda tutmuyor. Təyyarədə fikir vermişsiniz, personal işıqlar. Yəni burada hətta təyyarədə də belə panorama lük olduğuna görə işıqlar. Təyyarədə də belə bir şey. Təyyarədə də belə bir şey var. Ekarusda da belə şey var. Siz Ekarusla müqayisə eləmək, amma istənilən halda yəni arxa oturacaqda rahat oturursan burada da. İndi biz bunu şeylə yoxlamalıyıq. Adı nədir? Orxanla. Görək Orxanda necədir? Sən kameranı ver mənə. Birinci ayaqlar. Rahat da ayaqların. Rahatdır. Başda dəyir. Başın dəymir? Yox, dəymir. Dəyməzsən, yəni rahat getmək olar, hə? Orxan da yerləşirsə deməli də bu maşına çekiyor. Maşın qəşəng belə uzun maşındır da. İndi biz onu 2 tondur. Sürəndə onun idarə etməsinə baxacaq ki, görək necədir. Gəl oturaq qabağa.
Deməli, avtomobilin içərisi kosmik bir gəmini sizə xatırlada bilər. Kifayət qədər tam elektronlaşmış bir, belə deyək də, içəriyə malikdir. Salon. Burada Sync Powered by Microsoft yazılıb. Proqram təminatı Microsoftdandır. Yəni bütün elektronikası Microsoftdandır və bütün qabaq oturacaq, arxa oturacaq, klimat kontrol, sükan istidilməsi var. Sükan istidilməsi belə hamısı sensor panellə, touch screenlə kontrol olunur. Yəni barmağı vurursam, bir də ki kompası var, amma deyəsən GPS-i yoxdur, onsuz burada GPS xəritəsi. Xəritəsi yoxdur. Bir şeydə kart qoysan olur da. Kartla olur. Burada görünələr var. USB var. Videoda qoşmaq olar. Fikir tülpan çıxışlarda var. Yox, bunda yoxdur tülpan. Tülpan bundan qabaqki buraxılışda var idi. İndi onu line in-lə eləyir. Yəni bir dəfəlik çıxışla. Ümumi bir AUX çıxışı var. Yaddaş kartı var. USB-si var. Bu var. Deməli, bu belə. Konkret olaraq hər şey touchscreen üzərindədir və audio sistemini məhz Sony şirkəti tərəfindən hazırlanıb və kreditlərlə 4% endirildi. Yəni Zaçot deyirlər də buna da 5 plusla səs sistemi var. Audio sistemi, hə. Audio sistemi yəni Zaçotdur. Sadəcə mən bir şey maraqlıdır ki, görəsən touch screen-la işləyən insanların, bilmirəm o məsələn Pərvizin özünə necə rahat ola bilər touch screen yoxsa yox. Əgər avtomobil dayanıb sən nəsə edirsən, yəqin ki rahatdır. Amma ki gedəndə məsələn səsi aşağı yuxarı eləmək üçün mən bundan da istifadə edə bilərəm. Amma yox, hərəkətlərdən söhbət gedir də. Hərəkət nədir ki, bir dənə vurduğun yandı spiral. Bir dənə vurduğun məsələn keçdi avtomata kondisioner. Belə mənə elə gəlir ki normaldır, pisdir. Yəni yox, telefon qoşulu Bluetooth sistemi var. Görsənmi? Deməli Bluetooth var. Bu azın səsi Volkswagen-dəkindən kobud deyə fikir verin. Bu Amerikandır, o Avropalı idi ona görə. Bluetooth sistemi var. Avtomobilinizin deməli oturan zaman mobil telefonunuzu Bluetooth-la bura əlavə edə bilərsiniz. O sizə bizə xüsusi bir kod verəcək. O kod burada peyda olacaq mobil telefonunuzda və sizin telefonunuz burayla, yəni avtomobillə sinxronizə olacaq. Yəni işləyəndə bu işləmə zəng eləmək üçün artıq buradan zəng eləyə biləcək. Birbaşa səs komandası var. Yəni bax burada basırsa bunu. Səsini artırıb olacaq. Bir səs dinlə. Audio. Görən nə deyil? Sorry, that command is only valid when you're listening to a USB device. USB device. Qoşmamısan deyir ona görə. Deyir USB-ni qoşmamısan ona görə. Ağırlı maşın. Ağırlı maşınlar siyasında, bax fikir ver. CD, USB, Bluetooth stereo, yəni deməli telefonun yaddaşında olan hər hansı bir mahnının səsləndirilməsi, AM var, FM var. Daha nə istəyirsən, hər şey var da. Bu pəncərələrdə nələr görsənir? Deməli, bunu görə biz işə salaq ki. Birincini basırsınız. Sonra deyirlər bu pedallar belə tərpənir. Bəli, pedal da aşağı yuxarı gedir. Pedal aşağı yuxarı gedir. Yana aşağı yuxarı, yəni ürəyin ayağına uyğun sən bunun pedallarını belə deyir. Bu superdir. Bu displeyinə 5+4-da. Yəni özü ruslaşdırılmışdır. Yəni rus dilində. Amma bura ingilis dilindədir. Bu monitor ingilis dilindədir, bu board kompüter. Amma qabaq speedometr və alətlər paneli Azərbaycan dilində desək, rus dilindədir. Deməli yanacağın çəninin güya, yəni çənin olmasında benzin olması elektron yolla göstərilir. Hər şey elektronikadır da, belə deyək də. Bir böyük bir 100 kilometrə və orada fakt görürsən 12,8 litr işlədib şəhər. 12,8? Bəli. 12,8. Nə qədər şeydir, məsələn, şəhər içərisində öz sürüşü üzrə desək? Mən maşını çox ehtiyatla sürənəm. Həm də maşını incitmədən sürənəm. Ən belə pis hal deyək də, pis halda şəhərin ən ağır vaxtında 15 litr işlədir. 15 litr. Amma mənim sürüşümdən. Hər hansı bir cavan adam sürsə, oğlum sürsə bəlkə 18 litr işlədir. 18. O 3-5 motorun 12 yaxşıdır ya. Deməli, bir şey demir. Range Rover'da bax bu sistem var idi və onun o yumru rejimlərə, yəni sürət qutusunun rejimlərinə qoyduğu zaman paltarlayan maşının şeyini oxşur, düyməsini oxşur. Burada yaxşıdır. Məsələn, adi asfalt yol, daşlıq yol, qar palçıq yol rejimləri var. Bir balaca nüansı demək istəyirəm. Proqram təminatı Microsoftdandır və hər şey elektronikaya Microsoft
soft Yəni çaşa bilir. cavabdeh olduğuna görə müəyyən sistemdə çaşqınlıq olanda mühərriki söndürüb restart vermək lazımdır. Yəni yenidən işə salmaq lazımdır. Bu çaşqınlıq adətən tam palçıqlı yolda hərəkət etdiyiniz zaman olur. Məsələn, tutaq ki, yəni 4-4-dən bir dənə öz-özünə keçə bilər 2 təkərə. Onda yerə söndürüb tezdən yandırar. O da nə üçün olur? Siz daim olaraq maşın gücləndirilmiş rejimdə işləyəndə, bu axı tam off-roader deyil. Tam off-roader olsaydı başqa məsələ. Amma tam off-roader olmadığına görə müəyyən çaşqınlıqlar ola bilər. Onda restart eləmək lazımdır sistemdə. İçəri xromla işlənib, səs gücləndiricilər ki var, onu çox qəşəng işləyiblər. Baba görsən, aval eləyiblər. Buna bax, görsən. Elə ki, bu gedir dizaynın bir elementi kimi. Plastik kifayət qədər yüksək səviyyədə və yumşaqdır. Yəni səs eləməyəcək. Fikir versən, qapının açılıb bağlanması pultun üstündəki kimi burada da böyle basırsan, bağlanıb, basılması olur. Adaptiv cruise kontrolu var da, səhv etmirəmsə bunun. Qarşıdakı maniyəni görəndə, yəni avtomobilin xəbərdarlıq edir və məsafəni, ideal ara məsafəsini saxlayır. Yəni siz heç kimi arxadan vurmayacaqsınız. Deməli, bu eynək qabıdır. Salonun içərisi qara işlənib, özü yüksək səviyyəli parçadan işləyiblər. Altında bayağı ışığı da var. İşığı var. Bu Amerikanlar onu belə şeydə simicli eləmirlər. O Şkoda deyə simicli eləmirlər. Bu mikrofondur, bu səs götürmək üçün mikrofondur. Deməli, lükların rejimləridir, kompasdır. Sükan klassik Ford sükanıdır, amma bu biraz... Mən biraz qaldırım bunu. Açıq olmalı, elə bil ki, biraz genişləndirir salonu. Daha ışıqlı. Daha... Sənin üçün sileni rahat deyil. Özümə uyğun Neçə palajenesin yadda? 3 palajenesin yadda saxlayın. 3 yaddaş var. 3 memory paket var. Deməli, 23.614 kilometr gedib. 100 kilometrə 12,8 kilometr litr benzin sərf edib və 194 kilometrlik benzin qalıb. Onu göstərir. 194 kilometr gedib. Gedib. Polnu bakdan sonra. Siz o ölçürsünüz özünüz üçün də. Yəni yanacaq nə qədər. Mən də təzəliklə elə şeyə başlamışım. B rejiminə qoymuşam. Hər yanacaq vuranda 0 eləyirsən. 0 olur və ölçürəm görüm nə qədər gedəcək. Deməli, sükanı elektron tənzimləmək var. Qabağa, arxaya, yuxarı. Hətta şeydə var, pedalları da. Orada elə onun yanındadır. Siz baxın. Orada diqqətlə baxın. Orada biri var. Basın indi onu. Gözünüz. Pedallar. Qabağa dalı gedir. Sən ayaqla. Görsən? Nə zor şeylər olur. Əsl uşaq oyuncaqdır. Kişilər üçün əsl oyuncaq. Ayaqla uyğun düzəlir. Çox yaxşı şeydir. Getdik? Getdik. Səmimi deyirəm də, mən bu maşının içərisində oturanda, məndə ikinci dəfə belə bir şey, mən elə bir oteldəyəm. Oteldə bir dənə rahatlıq şeyi var, ruhu var. Çoxdan bir gəzməyə getmişim. Çoxdan bir gəzməyə getmişim. Elə bir ki, mən oteldəyəm, o belə huzur, sakitlik, qonşular səni narahat eləmir. Səs yoxdur. Hədər qapını bağlıysan, otaqda bir dənə sakitçilik yaranır. Bu o deməkdir ki, bunun səs izolyasiyası çox güclüdür. Super səs izolyasiyası var. Mən biraz qabağı rahat görmürəm. Qaldıra bilərsən. Yox, tam qaldırmışam. Onu da geri vərdişin olasan onda. Qabaritini hiss eləməyi öyrənəsən. Biraz qabariti böyükdür bu maşın. Amma açığı bir gün sürəndən sonra mənə çox rahat gəldi. Bismillah. Deməli, R-yə atdıq. Kamera super. Kamera çox qəşəng göstərir. Mən kameradan sürməyi öyrənməmişəm. Mən çox güclü bilmirəm niyə görürsən. Görsən, onu göstərir mənə. Hələ yer var, qırmızı yer. O biraz... o yaşıl, sarı, qırmızı... Bu deyə atdı, amma kameranın görüntüsü getmir. O aborod böyüyənə qədər, xırda aborodla sürsünüz, o həmcə göstərəcək. Niyə?
iki rejimi vardı. İstəsöz göstərir, istəsöz göstərmir. Hə, siz hələ Mən yavaş-yavaş sürürəm, arxaya tam nəzarət eləyə bilirəm. Amma sürət artsa o dəqiqə sürmür. Amma iri maşındır. Mən sizə deyim ki, belə idmançı ruhunda olan insanlar üçün bir maşındır. Mən ümumiyyətlə elə bilirəm ki, özümü nəsə belə deyir də, həyatımda oturmadığım yeni bir nəsə hiss edirəm. Çox bu elə bir hərəkət edən oteldir. Sən söz deyirəm. Çox qəşəng maşındır. Həddən artıq belə deyir də, rahatçılıq var içində də. Özü də belə oturanda hiss edirsən ki, sən nəsə belə bir, belə deyir də, premium klas avtomobildə gedirsən. Bir dənə qazı bas baxalım. Necə gedir? Hoppa, əla. O şey biraz ayağım öyrəşmir deyə mənə biraz sərt gəlir. Yəni möhkəm gəlir də. Amma deməli əlin altında olan alətlər ki var, bu şüşə silgəcləridir və dönmə işıqlarıdır. O klassik Amerikan stilindədir. Əyri belə biraz fərqli stildədir. Amma maşın mən sizə deyim ki, döngələrə çox iri olmasına baxmayaraq döngəyə çox yaxşı gedir. Yəni manevr baxımından. Sən necə fikirləşsən? Mənə elə gəldi ki, bu avtomobil belə deyil də, premium klas avtomobil hesab olunursa, çox güman ki, bunun premium crossoverdir bəli. Onun böyük bir belə deyil, servisə ehtiyacı var. Mən elə bilirəm ki, bunu İlqar müəllim 4 ildə sürəndən sonra bəlkə servisə getməli olacaq. Mən hesab edirəm ki, İlqar müəllim bu maşını satanda hətta gözləri dolacaq. Yəni bu sözdən izah olunmaz bir avtomobildir. Bax biraz mən sizə deyirəm, yumuşaq əladır. Yəni ki, mən Range Rover'ın da içində oturmuşam, Volkswagen'ın da içində oturmuşam. Bunun kimi yumuşaq avtomobil yoxdur. Yəni mən indi sürücü yerində elə Rama deyil də, bu Ramanın üzərindədir. Askının üzərindədir. Super yumuşaq askısı var. Qardaş görürsən Ford Explorer gəlir də sən də. Amma əslində biz mədəniyyətimiz göstər buna yol verə bilərdik. Prosta biz bu dəqiqə yox, biz Ford həddən artıq çox belə özümüzü hiss edirik. Bax, gör necə keçəcək burada. Çox yumuşaq. Söz qaz verən ki, qaşımalı. 3-5 motor. Deməli, dönmə işıqların rejimləri belədir ki, bir dəfə vurursan, yanır, bir dəfə də yuxarı qaldırsan, sönür. Özü sönməsə. Özü sönməsə, hələ sükan şeyi olmasa. Yəni eyni istiqamətə bir də vurursun. Bax, o hündürlük məsələsi var idi ya. O hündürlük məsələsi yəni artıq gözümə öyrəşdi. Mənim artıq gözümə öyrəşdi. Yəni bu hiss eləyirsən. Hə, vizual olaraq bu kapotun ki, bu hərəkət şey olması, dalğalı olması biraz adama qorxu yaradırsan ki, görərəm, görmərəm. Amma güzgülər enlidir. Yəni tam kontrol edirsən hər şeyi. Biraz bu belə düzəldir. Ay sağ ol. Özümə uyğun düzəldir də. Arxanı tam kontrol edirsən. Həddən artıq yumuşaq maşındır. Hətta havalar soyuq olduğuna görə, havalar soyuyandan sonra mən bunun təkərlərinin havasını 2-5 eləmişəm. Ona görə bəlkə də bir balaca nəsə ola bilər istəyirsən, amma yayda 2-2-yə salanda həddindən artıq yumuşaqdır. Qışda hava soyuyanda, əgər aşağı salsan, səhər tezdən duranda bunun içərisində havaya nəzarət şey var. Klimat kontrol. Dətçiklər başlayır səsləməyə. Ona görə də 2-5 qoymuşam. Yəni elektronikası əladır. Yəni o əlavə indi biz haqqını vermək lazımdır da. Biz üçün bu dəqiqə sistem təchizat göstərən deyil ki, yəni o ən ağır rejimdə işləsə elektronikadır. Ondan başqa da, yəni biz hələ ola bilər ki, istənilən avtomobildə ola bilər o. Biz hələ ola bilər ki, yəni biz bu avtomobilin tam sistemin elə nümayiş etdirə bilmirik. Çünki biz birinci dəfə əyləşmişik bu maşına, elə tam bilmirik ki, bu touchscreen ekranda hansı imkanlar var. Yəni bunu da itiraf eləməliydik. Biz bir hələ gələk biz bu prosta yox, əlin öyrəşmə. Bunun ergonomika məsələsi var da. Məsələn, bir var düymə olanda düymənin yerini bilirsən. Touchscreen isə əsas məsələsi nədir? Barmağı düzgün nöqtəyə qoyasan. O nöqtəni də biraz əlin öyrəşməlidir. Yəni məsələn tutaq ki, klimat kontrolunu yoxlamamışdan öncə gərəksən bir 2 dəfə donasan maşının içində. Çox da 2 hissədən ibarətdir. Dərindir yoxsa? Dərindir. Yuxarıda sənəd qoymaq üçün, sənəd və pul qabı qoymaq üçün də ayrıca yeri var. Versə belə çox hər şeyi fikirləşə bilər də. Yəni ki, mən sənə bir şey belə deyək, bu əgər bunlar bu avtomobili belə düzəldirlər ki, sən imkanlı adam satsın, pul vermirsənsə görürsən. Gəlir də sənə yaxşı avtomobil. Yəni ki, sənə belə yox ki, müəyyən hissəsi yaxşıdır, müəyyən hissəsi pisdir. Və bardakokun içinə qədər sənin üçün premium class gəlir. Məlumatınız olar və servisi bahalıdır bunun? Sənə ehtiyac olmayıb. Mənim
bildiyimə görə o qədər bahalı olmur. Yo, mənə elə gəlir ki, bu avtomobillə sən avtoservisə müraciət edərsən 3 ildə bir dəfə, o zaman da onun baha olması da o qədər belə deyil, önəmli deyil. Çünki sən axı imkanlı adamsın. Çox rahat bu dəfə oturmuşsan, sən bir şey deyib. Mən sən deyirəm, yumuşaqlığına görə mən elə belə yumuşaq maşın görürəm. Ölçülərinə nəzərə alsaq çox yumuşaq. Ölçülər və o boyda gövdə belə deyək də, çox yumuşaq maşındır. Mən bugün gedib Prado'ya pul verən adamı dostlaşa bilmirəm. Ay yox, Prado'dan məndən incimə. Eldən mənim dostumdur Prado'nun mətbuat PR meneceri. Yəni xətrimə dəyməsin. Amma ki, bütün Toyota'lara bunu şamil eləmirəm. Amma mən Prado'dan bunu heç yan-bayan qoya bilmərəm. Baxmayaraq ki, qiymət fərqi demək olar ki, yoxdur da bununla Prado'nun arasında. Elə də elə deyil. Yavaş-yavaş. Bugünkü gün Prado hətta bundan bahar. Prado bundan baha gəlir çıxır ha. Amma mən sənə bir şey deyim. Mən hiss eləmirəm. Mən Prado'dan bu avtomobili yan-bayan qoya bilmərəm. Prado bundan çox sadədir. Buna baxanda bu sadə dildə desək, bunun avarotları çox da tam elektronika, deyirəm, hərəkət edən ateldir sənin üçün. Nə istəyirsən var burada. Geri gəlmişə bu işıqlardır ya. Rəngbərək, göy, qırmızı, görürsən, indi göy işıqdır. Oradan sistemdən dəyişib edib qırmızı işıq eləyə bilərsən. Hə, yəni gözünə uyğun. Hə də özünə uyğun. 8 rəngi var. Hə, elə ki 8 rəngi var. Oturmuşsan. Yəni pasvetkanı ürəyim istəyir. Bir ay belə sürəm, bir ay istəyirəm qırmızı olsun. Sən də gəlirsən ki, Prado. Ateldən fərqli olan bir şey var ki, yəni düyməyə basıb demək olmur. Sizsə qorniçli bir stəkan su gətirsin. Bagajda saxlasan qorniçini bagajda saxlasan gələr. Suyu sizin böyrünüzdədir. O da bir yanında var, qapının içində. Qapının içində böyründədir. Ay, sova. Yəni ki, gərək özümüzlə gəlir. Deməli, 1 cip, 2 cip, 3, 4, 5, 6, arkada 7, 8 cibi var. Cip baxımda problemi yoxdur. Qoltuq altında var, düzdür. Deməli, eynə içində var. Bu da rahatdır ha. Amma ən çox hoşuma gələn şey oldu. Pedallar. Ayaq altı rezinlər var. Onu bu maşın verəndə 2 komplekt verir. Yay üçün ayrı, qış üçün ayrı. Amma Azərbaycanda elə şirkətlər var ki, onlar heç bir komplektdə verir. Sağ ol, Ford yox. Yox, məsələn, mən alanda şey demirəm, ondan demirəm, Chevrolet'də içərisi rezini yox idi. Yox idi? Yox, parçanın üstündə idi. Adını demək istəmirəm, bəzi şirkətlər var, ya onu əlavə pula satırlar, bu amma 2 komplekt verir. Bir qış üçün, bir yay üçün. Görsən, deməli, displeyin özünün şeyini dəyişə bilirsən. Avto deyil, yəni mod qoysan avto, yəni gecə düşəndə özü ayrıca şeyləri dəyişir. Da, deməli, amma bir şey də var ki, İlqar mənim, gərək əlin həmişə təmiz olsun da. Çünki bu barmaq izləri qalar sürər, barmaqlayırlar. Avtomobil işığını şey edirsən, kameranı... Bir də vurdum barmaq izi. Kameranı, görürsən, bunu düzəltmək olur. Kamera settings deyirlər, yəni nastroykası da kameranın ayarları, belə desək də. Ki, yəni, neçə dərəcə, neçə olanda sənə xəbər versin. Nə qədər məsafə qalanda. Ay, yəni kamera içində o. Səs ki, necə bassların kontroludur. Mən hesab elə ki, bu maşının içi belə də full bir kompüterdir. Belə deyək, ən yaxşı planşet hansıdır? Elə bir çox planşet. Elə bir ki, iPad-dir də. Onun isti soyuq məsələn oradan da regülasyon. Orada siz görürsünüz. Və aşağıdan da bu temperatur yazılır. Bunlardan da. Siz artırıb azalda bilərsiniz və yaxud oradan edirsiniz. Ekranda da qəşəngdir. Bax, görsən. Hop, elədir. Bax. Götür, kondisionerə vurdun, sükan qızdırılmasına keçirdin. Amma oturacaqların şeydir ya, soyudulması da var. Bu oturacaqların soyudulmasıdır. Hə, bizi soyulmuyor da. Yox. 3 dəfə basın sönəcək. Hə, belə vur. Yəni dərəcəsi, gücünü. O dərəcənin 23-ün üstündən bir də vurun, 23-ün özünü. Onda uca istədiyiniz kimi oradan... Sərnişin və şeyə görə, sürücüyə görə bölünməsi də var burada. Onları oradan da eləyə bilərsiniz, aşağıdan da eləyə bilərsiniz. Wi-Fi var bunun. Yəni gedə eləyəndə... Wi-Fi var. Facebook'a girə bilərəm. Bir dənə yoxlayayım görün ki. Yəni elə şey var da, bir dənə klaviatura qoşdular. Bir dənə orada Wi-Fi çatmır, qalan hər şey var. Onu da qoşmaq olar. Yəni bir bəlkə də axtarsa qoşmaq. Bu dayanan vaxtı sən ürəyin istəyən kimi, belə gedə də sən rahat olsun deyəlim, buradan barmağını bas getiyim. Neyse, gəl. Adam düşmək istəmir. Plus minus
Minus nədir? O manualıdır. Manual, elə mexanik kimi sürülür. Hə, mexanik kimi sürülür. Manualıdır. M-yə qoyandan sonra o manual işləyir. Amma siz bura telefon əlavə eləməmişsiniz Bluetooth-la. Çünki göstərmir. Yox, əlavə eləməmişəm. Əlavə eləməmişsiniz. Amma eləsəz maraqlı şeydir. Yəni Bluetooth-la. Mən texnika həvəskarıyam. Bu əsl mənlik maşındır. Məsələn sözüm. Mən ölürəm də belə texnologiya. Üçüncü maşınım bundan öncə. Üçüncü maşın bundan verirəm. Nəzərə alsaq ki, Amerikalıların istehsal etdiyi avtomobillərin vurğunu ya. Mən belə başa düşürəm ki, mənim ayaqlarım Uralın ayaqlarından daha uzundur. Çünki mənim üçün pedal biraz tormuz çox qabaqdadır. Ayağı belə əyməli olam ki. Ona görə əlinin altındadır. Solda, sükanın solundan. Bildim. Sən istəyirsən maşını saxla, düzəld özün üçün. Sərnişin oturacağı. Mən artıq hiss edirəm ki, kiminsə elə bir pəncərəsi nəyisə açıqdır, şışıltı gəlir. Maşının içində... İndi kondisioneri qoşur. Maşının içində sola getməli. Sola. Gözlə, sağ ol. Maşının içində hər bir artıq səsi hiss edirsən, Elqar mən. Yəni yol verir, biz buna çox sağ ol edirəm. Maşının içində hər bir artıq səsi hiss edirsən, çünki o qədər səssizdir ki. Sən kondisioneri qoşdun, mən artıq o küləyin şıltısını eşidirəm. Sən təsəvvür edirsən. Belki mən şəxsən deyim ki, mənim maşınımda sən onu eşidə bilməsən qoşanda kondisioneri qoşdum. Çünki birinci 10 ilin maşını, ikincidəki bundakı kimi səs izolyasiyası yoxdur. Bax, soyutmanı deyirəm, bax, soyutmaya qoydum. O hiss edirsən ki, dərhal kondisioner qoşdum. Qəşəng işdir. Super maşın. Mən bir iki gün oturaram bunun texnikasından maraqlanaram, bunun elektronikası necə gedir. Yox, mən bunun içinə əyləşəndə... O səkidən düşən o ata fikir verir. O bizi şeyləməyəcək. Nə? O narahat olmur. Həri, bəlkə belə eləyək. Mən bunun içinə oturanda birinci hissim oldu ki, yəni mən artıq istəyirəm ki, bu maşına oturanda mənim ayağımda $1000 ayaqqabı olsun, gözümdə $1000 qaşıq olsun. Və yəni ki, dərhal özümü belə şey istəyirlər, belə ki, zəngin bir adam kimi. Çünki həqiqətən də o qədər, yəni ətrafındakı avtomobillər üzrə sənin gözümə belə dəyir və yəni maşın da gedir qabağa. Yəni ki, səndə elə bir hiss yaranır ki, maşın ancaq səni sürdürür. Yəni bunu başqaları mantıqdır. Fikir versin. Narahat gedir yəni. Gram səs yoxdur. Yox. Plastikada, yəni adətən olur ki, sən gedirsən, o plastika səs edir də. Plastikanın səs demək olar ki, yox. Plastik, düz taxta, psevdo taxta edirlər, amma bu plastikdir də. Və bu boyda maşının necə belə yumuşaq edir. Çox rahat maşındır. Yəni ki, bu avtomobil elə bir avtomobildir ki, hörmətli bizi baxanlardır. Yəni buna vərdiş olmaq üçün sizə 3 dəqiqə vaxt kifayət eləyəcək. Yəni bu belə bir maşındır. Yəni burada hələ vərdiş olan, hələ bu maşına vərdiş olmamışam. Yəni bunda belə şey ola bilməz. Biraz kör bucaqlar üçün vaxtımız səbəbi olacaq. Yəni görmədiyiniz bucaqlar. Deməli, güzgüdə elə bir şey var. Deməli, güzgüdə texnologiyada belə inkişaf eləyib. Artıq kör bucaqda, yəni güzgüyə düşməyən bucaqda bir avtomobil olarsa, güzgü sizə o barədə xəbərdarlıq işığını yandırır. Yəni, sarı narıncı işıq yanırkən, kör bucaqda avtomobil var, ehtiyatlı ol. Bu yaxşıdır. Çünki adətən olaraq bucaq güzgüyə düşmür maşın. Amma o sənə xəbər verir. Bütün stabilizasiya sistemləri var, təhlükəsizlik sistemləri var. Yəni, qəşəng maşındır. Mən sizə bir şey deyim. Mən sən bilmirəm, sən necə hiss keçirsən. Mən elə hiss keçirdim ki, elə bu maşın elə ömür boyu mən sürmüşəm. Yəni ki, o qədər rahatdır. Ondan deyirəm, bir gram zərrə qədər də olsun, mən narahatçılıq hiss eləmir. Qorxu hissi yoxdur ki, bahalı maşında birdən toxundururam arası. Çünki kontrol üzərində. Çox arxain hiss edirəm. Sən maşını idarə edirsən, maşın səni yox. Elə maşınlar var ki, biraz qaz verəndən sonra deyirsən, mən maşın sürürəm, o maşın mənə sürür. Yəni o qədər səs-küy çıxır, o titrəmə və s. qorxursan, sürəti aşağı salırsan. Burada kontrol hər iki sənin əlindədir. Yeri gəlmişkən, adaptiv cruise kontrolu da aktiv eləsən, məsələn, sən qarşıdakı nəqliyyat vasitəsinin ideal ara məsafəsini saxlaya bilərsən. Yəni, toxumanı arxadan vurmaq məsələsi ola bilməz. Çox qəşəng maşın. Çox qəşəng maşındır. Bir dənə baxaq. Döngələrdə kontrolu superdir. Yəni, sərt döngələrdə və s. Yəni, 10 ulduzdan neçə verəcək, indi biz bir neçə dəqiqədən sonra sizə deyəcəyik, amma
düşmək istəmirəm maşında. Bəs bayaq mən söhbəti niyə uzadırdım? Sürək bəlkə. Mərdəkədə da gedib gəlir. Deməli, qəza durma işığını çox balaca miniatürlə eləyiblər. Səncə yol verərlər? Gözləyirik də, baba. Yox, nə danışsan? Bu qardaş naqla girir ha. Bu qardaş ürək eləyir girir. Bunu kimsə vura bilər. Yavaş. Ayağlan. Yəni bu qardaşın hesabına getdiyimiz. Sən bir şey deyim. Bu qardaş ürəkli girdi ora. Siqaretini də tulladı zapravkaya düz qabağında. Bəli. Deməli, mən indi açığı başa düşürəm ki, sən niyə görə deyirdin ki, İlqar müəllim bu maşını satanda gözləri dolacaq. Çünki həqiqətən də belə avtomobillə sağollaşmaq çox çətindir. Yəni, mən artıq öz üzərimdə hiss edirəm ki, mən buradan düşmək istəmirəm. Çünki mənim çox xoşuma gəldi və ümid edirəm ki, nə vaxtsa bizim YouTube kanalımızda baxışlar 1 milyonu keçəndə və belə deyək, biz yaxşı pul qazananda biz də bu maşından alıb sürəcəyik. Sən bir dənə buna bax, gör necə yumuşaqdır. Bir dənə onu çək. Yox, buna bax, sən buna bax. Gör nə qədər batırır. Gör nə qədər yumuşaqdır. Yəni, maşın düzəldiblər də qədər. Amerikanlar maşın düzəldir. Bəli. Almanlar da düzəldir maşını. Almanlar da Volkswagen-dan Audi düzəldir də, başqaları düzəldir. Volkswagen-dan Audi yaxşı maşın xətrinə dəymir. Mən yox, xətrinə də mən onların xətrinə. Yox. Mən onların xətrinə çox öldürürlər bizi. Cəmaət məsələlər yazır bizə. Bu Mercedes-in istəyir. Mən gör hansı Mercedes haqqında danışıram. Hətta əmisi o Ultral dostluğundan pozitiv. Peki sən Mercedes-i istəmirsən. Mən Ultral məndən köhnə Mercedes-lər. Söhbət çox mən həmişə. Bəli. Artıq hansı ki Alman özü saxlamır orada. Biz daşıyıb gətirir. Ultral mənim olana pis deyir. Məsləhət o Alman özü sürər. Bəli. Mən 98-99-cu ilin C-Class Mercedes-in təriflənməyinin başa düşə bilmirəm ki, sən onu mənim niyə tərif edirsən? Halbuki əlimizdə konkret o qiymətə bəlkə də daha rahat maşın almaq imkanımız var da. Yəni gedim onu alım. O əslində onun servisi də bahalı gəlir çıxır. Onun belə də ehtiyat hissələri gəlir. Yəni nə qədər ölüxanadan gəlib ehtiyat hissəsi almaq olar? Yəni ona görə mən belə deyim. Mən sizə deyim ki, mən bu avtomobili o qədər bəyəndim ki, bu avtomobili. Yəni hətta bundan düşməyi də istəmirəm. Ona görə də mən hesab edirəm ki, mən 10 ballıq skala ilə 10 bal verərdim buna. Mən üçün bu belə deyildi, bu mənim arzumun maşını oldu. Bundan sonra mən arzulayıram. Deyirlər, avtomobil miçdi. Mən Amerikanlaşdırdım pərvizi. Yapışmışdı Koreyalılardan. Yox, bunu Amerikalılar fikirləşibsə də bu artıq Avropalaşdırılmış Amerika avtomobilidir. Avropa bazarı üçün. Bəli, bundan əvvəlki Ford Explorer daha çox fermer maşınına oxşuyurdu və dağa daşa dırmaşmaq. Bu əsl şəhər üçün və komfort üçün, belə deyək, insanın rahatlığı üçün yaradılmış bir maşındır. Mən 10 baldan 10 bal verdim. Rahat. Deməli, proqram təminatı Microsoft-dan, audio sistemi Sony-dən, içərisi tamamilə elektronlaşdırılmış, bir dənə elektrik mühərriki çatışmır və ya hibrid mühərriki çatışmır. Böyükdür, amma yumuşaqdır, içərisi yumuşaqdır. Adam oturan yerləri kifayət qədər genişdir, yəni 7 nəfər çox rahatlıqla uzun məsafəli yolları qət edə bilərlər. Qiyməti 35.500 manatdan başlayır. Reklamda belə görmüşəm. Bəlkə də qiymətin dəyişməsini artırır. Belə deyək də, bu onun full variantıdır. 49.900 manatadır hal-hazırda. 44.900. 44.900 manatadır hal-hazırda bu. Və mən hesab edirəm ki, bu qiymət üçün, məsələn, o gedib 2 qapılı Jaguara 100.000, 130.000 verən insanlar üçün bilmirəm. İndi bəlkə onların milyonları var, ona görə ikinci, üçüncü maşın kimi alırlar. Amma mənim üçün bugünkü gün belə deyək də, qarşıya qoyulan məqsədlərdən biri odur ki, mənim nə vaxtsa imkanım olanda mən istəyirəm ki, mən belə maşınım olsun. Mənfi xüsusiyyətlərindən birini deyəcəm. Kapotu açılanda o hidravlika ilə açılmır. 2, içərisində kartla xəritə qoyursunuz, yəni ştat xəritəsi yoxdur. 3, düşəndə ola bilər ayağınız dəmirə dəysin, yəni batmaqla bağlı. Digər mənfi xüsusiyyətləri yoxdur. Amma mən deyirəm, haqqını vermək lazımdır. Bu avtomobil, yəni Tuareg-i sınamadığımıza görə Tuareg ilə müqayisə etmirik. Amma Prado'da oturmuşam, ona görə deyə bilərəm ki, bu Prado'dan rahatdır. Yəni Lexus'a oturanda indi biz biləcəyik. Mən Galivagen'də oturmuşam, düzdür təzəsində yox. O da elə bil ki, şeyin üstündə oturmuşdu da, belə Galivagen'ə mən təkərli kərpic deyirəm qardaş. Yəni ki, 10 ulduzdan mən buna 10 verirəm. Yəni Amarokdan sonra, indi Amaroku siz gələn həftə görəcəksiniz, düzdür? Amma 10 ulduzdan 10'nu verirəm bu avtomobilə. Mən satmaq fikriniz yoxdur. Yox, o satılmır, ona görə də biz siz hal-hazırda qiymət görməyəcəksiniz. Amma istəyirsə ki, satdığınız avtomobil biz yoxlayaq və
test edək, bir özümüz o haqda bir fikir deyək. O zaman elə kommentin altından yaza bilərsiniz. Yəni daha doğrusu videonun altına kommentlərinizi qeyd edə bilərsiniz. Və mən istərdim ki, çox istərdim ki, Çin avtomobili idarə edən, yolsuzluq avtomobili idarə edən, Çin istehsalı olan avtomobili idarə edən insanlar da bizə yazsınlar. Çünki biz hələ Turalla Çin avtomobili də sürməmişik. Bir də Çanqan var, istəmirsən? Mənim üçün maraqlıdır. İstəmirsən deyə sürmək istəyirəm. Və almaq istəmirsən? Yox, almaq elə. Mən Çin avtomobili almaq üçün, mənim Çin avtomobili almaq üçün. Gərək mən sənin kimi inandığım bir dostum desin ki, mən bunu 4 il sürmüşəm, problem yoxdur, ondan sonra alaram. Mənim üçün yəni fərqi yoxdur ki, o kapotun üstündə hansı brend yazılacaq. Əgər mən etibarlı bir insan desə ki, bunu alıb sürmək olur, yaxşı da alaram, amma bugünkü gün hazır deyiləm. İndiki halda ümumiyyətlə Çin istehsalı avtomobilin qiyməti Koreya istehsalı avtomobilin qiyməti ilə bərabər olur. Yəni belə prinsipi gəlib Koreya alarlarsa nə Çinədə? Yəni qiymət baxımından orada ucuzdur. Mən biləni Çinlilər qaldırıb yəni qiyməti. Qaldıracaqlar. Çünki Honda çox qaldırıb, Koreya qaldırıb. Qaldırıblar. Yaponlar qaldırmırlar. Honda-da, yəni söhbət Honda-dan gedir, Mitsubishi-dən gedir, amma Koreyalılar avtozavod. Bu söhbətlər biz nəyə görə gedir? Biz düşmək istəmirik bunu. Amma gələn həftə inşallah. Düşmək vaxtıdır. İnşallah görüşərik. Gələn həftə inşallah görüşərik. Sağ ol. Sağ ol.